Salam, dəyərli izləyicilər, hər vaxtınız xeyirli olsun. Ümid edirəm ki, hər biriniz yaxşısınız. Mən belə bir qərara gəldim ki, dərs prosesində öz abituriyentlərimə dərsləri hansı ardıcıllıqla necə keçirəmsə, eynisini burada da tətbiq edeyim. Çünki öz üzərində çalışmaq istəyən abituriyentlərimiz sayca çoxdur. Onlara dəstək olmaq məqsədi ilə bu yola baş vurdum. Ümid edirəm ki, uğurlu davam edərik. Və bu kanalımız yeni fəaliyyətə başladığına görə istəyirəm ki, ödənişsiz şəkildə dərslər təşkil edeyim. Əgər bu ödənişsiz dərslərdən yararlanmaq istəyirsinizsə, o zaman ekranda gördüyünüz nömrə ilə əlaqə saxlaya bilərsiniz. Bugünkü dərsimiz isə fonetika bölməsidir. Başda da vurğuladığım kimi, öz hazırlıq prosesimdə hansı ardıcıllıqla keçirəmsə, eynisini də burada tətbiq edəcəm. Yəni, fonetika bölməsini biz 3 dərsə öyrənəcəyik. Belə ki, videolarınız əgər sizin üçün faydalı olacaqsa, olduğunu düşünürsünüzsə, zəhmət olmasa videonu bəyənməyi, şərh bildirməyi və kanala abunə olmağı da unutmayın. Dediyim kimi dərslərə, ödənişsiz dərslərdən yararlanmağa da tələsin. İndi isə hal-hazırda ekranda gördüyünüz kimi biz fonetika bəhsini keçəcəyik. Fonetika, fani səs, tika, elm sözlərinin birləşməsindən əmələ gəlmişdir. Belə ki, fonetika dilçilik bölməsi olub, danışıq səslərini, onların əmələ gəlməsi, inkişafı və xüsusiyyətlərini öyrənir. Biz burada ahəng qanunu, heca, vurğu və s. kimi mövzuları öyrənəcəyik. Bəs danışıq səsləri nədir? Danışıq səsləri danışarkən tələffüz etdiyimiz səslərdir. Danışıq səslərinin yaranmasında danışıq üzvləri iştirak edir ki, biz bu danışıq üzvlərini iki yerə bölürük. Bunlar fəal danışıq üzvləri və qeyri-fəal danışıq üzvləridir. Hal-hazırda bu üzvləri ekranda görürsünüz. Fəal danışıq üzvləri dil, dodaqlar, səs telləri, qeyri-fəal danışıq üzvlərinə isə ağciyərlər, nəfəs borusu, qırtılaq, ağız boşluğu, dişlər və burun boşluğu daxildir. Danışıq səsləri öz ifadəsini yazıda hərflərdə tapır. Biz hərfləri yazırıq və görürük, səsləri isə deyir və eşidirik. Bura kimi ümid edirəm ki, hər şey aydındır. Yəni, bu əlavə məlumatları idi. İndi isə keçid edək sözün hərf və səs tərkibinə. Belə ki, sözün hərf və səs tərkibi arasında iki fərq olur. Bunlar kəmiyyət fərqidir, digəri isə keyfiyyət fərqidir. Bunu hal-hazırda yazıram. Belə yazaq. Kəmiyyət fərqi. İkincisi isə nədir? Keyfiyyət fərqi. Gəlin baxaq. Kəmiyyət fərqi adından da göründüyü kimi, yəni kəmiyyət, miqdar. Yəni burada səs düşümü və səs artımı baş verməlidir ki, kəmiyyət fərqi yaransın. Keyfiyyət fərqi isə səs dəyişimidir. Bunu nümunələr əsasında müəyyənləşdirək, daha da aydınlaşdıraq. Baxaq, deyirəm ki, məsələn, A, I, L şəklində yazılır. Mən bunu tələffüz eləyəndə necə tələffüz eləyirəm? A, I, L şəklində tələffüz eləyirəm də. Gördüyünüz kimi, burada səs artımı baş verdi, Y samiti daxil oldu. O cümlədən də yazıram, məsələn, maaş sözü. Maaş. A'lardan biri uzanacaq, digəri isə düşəcək. Səs düşümü baş verdi. Deməli, burada nə var? Kəmiyyət fərqi var. Çünki yazılışda mən görürəm 1, 2, 3, 4 dənə, 2, 4, 4 dənə hərf görürəm. Tələffüzdə isə artıq neçə dənə hərf görürəm? Ailə sözündə 5 dənə hərf görürəm. Maaş sözündə də eyni ilə mən 4 dənə hərf görürəm, amma tələffüz zamanı 3 hərf görmüş oluram, 3 səs görmüş oluram. Deməli, burada nə var? Kəmiyyət fərqi var. O cümlədən də dialoq sözü. Baxırıq. Dialoq. Aha, araya nə daxil oldu? Y daxil oldu. Deməli, yazılışda 2, 4, 6 dənə hərf var. Tələffüz zamanı isə 7 dənə səs müşahidə olundu. Burada səs artımı baş verib. O cümlədən cəmaət sözündə, məsələn, A'lardan biri düşür, digəri isə uzanır. Burada da gördüyünüz kimi yazılışla tələffüz arasında kəmiyyət fərqi artıq özünü göstərmiş olur. Keyfiyyət fərqinə isə gələk. Keyfiyyət fərqi nə dedik? Səs dəyişimidir dedik. Məsələn, mən deyirəm ki, bitki. Bitki şəklində yazılır. Tələffüz zamanı mən bunu bitki şəklində tələffüz edirəm. Ç'lardan biri C'ya keçir. Səs dəyişimi baş verdi. Deməli, burada keyfiyyət fərqi yaranıbdır. O cümlədən də məktəb sözü. Necə tələffüz eləyəcəm? Məktəb şəklində tələffüz edirəm. Artıq Ç xıştırka çevrildi. Xıştırk İ, Y, H səslərini verir. Bunu da qeyd eləyək.
Yenə səs dəyişimi baş verdi. Deməli, kəmiyyət fərqi yaranması üçün səs artımı və səs düşümü baş verməlidir. Keyfiyyət fərqi üçün isə səs dəyişimi baş verməlidir. Bu arada ailə sözündə, maaş sözündə gördüyünüz kimi qeyd etmişəm, orada uzanma var. Uzanma bəs kəmiyyət fərqi yaradırmı? Xeyr, qətiyyən yaratmır. Bunu unutmayaq. Bizdə burada fərqi yaradan y hərfinin əlavə olunması, maaş sözündə a hərfinin düşməsidir. Uzanmanın heç bir aidiyyatı yoxdur kəmiyyət fərqinə. Bu öz yerində. Amma bir maraqlı məqam var. Bəzi sözlərimiz var ki, onlarda həm kəmiyyət fərqi olacaq, həm keyfiyyət fərqi olacaq. Məsələn, deyirəm ki, nəm, lə. Necə olacaq bu sözün tələffüzü? Nəm, nən. Fikir verirsiniz, l tələffüz zamanı n-ya çevrilibdir. Daha sonra isə səs artımı baş veribdir. Sondakı n əlavə olunubdur. Aha, səs dəyişimi baş verdi, deməli keyfiyyət fərqi var. Səs artımı baş verdi, deməli kəmiyyət fərqi yaradılıbdır. Amma elə sözlərimiz də var ki, onlarda həm kəmiyyət, həm də keyfiyyət fərqi olan deyil. Məsələn, bu sözlərimiz də nələrdir? Yazılışı ilə deyilişi eyni olan sözlərdir. Deyirəm ki, türk sözü, məsələn. Türk sözü yazıldığı kimi də tələffüz olunur. Baxın, qeyd edirəm sizin üçün. Aha, burada nə səs artımı baş verdi, nə səs dəyişimi və yaxud da səs düşümü. Deməli, bu sözdə nə kəmiyyət, nə keyfiyyət fərqi özünü göstərmir. Və belə bir maraqlı məqamı vurğulayacağım. Bu məqama mütləq şəkildə diqqət yetirin. Yazıram ki, təəccüblə. Məsələn, o təəccüblə mənə baxırdı. Burada təəccüblə sözünün tələffüzü necə olacaq? Tə, əllərdən biri düşəcək, digəri uzanacaq. Cüb. Lə necə tələffüz olunacaq? Nən şəklində tələffüz olunacaq. Mən deyirəm ki, bu sözdə eyni ilə yenə kəmiyyət və keyfiyyət fərqi yoxdur. İndi deyə bilərsiniz ki, necə ola bilər? Ay müəllimə, səs düşümü baş verib, səs artımı baş veribdir, səs dəyişimi özünü göstəribdir. Bu sözdə kəmiyyət fərqi yoxdur. Niyə? Gəlin sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Gördüyünüz kimi yazılışda neçə dənə hərf var? 9 dənə hərf var. Tələffüzə baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Tələffüzdə də 9 dənə səs var. Deməli, burada kəmiyyət fərqi yoxdur. Sadəcə ikisi də bir-birinə bərabərdir. Nə olsun ki, səs düşümü baş veribdir. Axı sonda şəkilçinin qoşulması vasitəsilə orada səs artımı baş veribdir. Sona bir dənə n əlavə olunubdur. Və bu n-nın əlavə olunması ilə tələffüz zamanı əlbəttə ki, özümüzdən əlavə etmirik o n-nı. Artıq burada kəmiyyət fərqi yaranmır. Çünki sadəcə dediyim kimi bir-birinə bərabərdir. Amma burada keyfiyyət fərqi varmı? Bəli, var. Çünki l-nı diqqət eləsək nəyə çevrilibdir? N-ya çevrilibdir. Yəni bu məqamlara diqqətlə yanaşmaq lazımdır. İndi isə keçid eləyək ağız boşluğunun maneəyə rast gəlib gəlməməsi ilə bağlı danışıq səslərinin iki hissəyə bölünməsinə. Bunlar hansılardır? Saitlər və samitlər. Samitlər bugünkü mövzumuz deyil. Bu günləri yalnız saitlərdən bəhs eləyəcəyik. Baxaq, dilimizdə neçə dənə sait var? Bilirik yəqin ki. Dilimizdə 9 dənə sait var. Bunlar hansılardır? Gəlin qeyd eləyək. A, E, Ə, O, Ö, U, Ü, I və İ. Gördüyünüz kimi 9 dənədir. İndi isə gəlin saitlərin təsnifinə baxaq. Təsnif də nə deməkdir? Yəni qruplaşdırılmasına. Baxaq. Qalın saitlər hansılardır? A, I, O və A, I, O, U. Daha sonra incə saitlər. E, Ə, İ, Ü, Ö. Daha sonra gəlir dodaqlanan saitlər. Dodaqlanan saitlərimiz O, Ö, U, Ü. Bunların necə rahat əzbərləniləcəyini də öyrədəcəm sizə. Çünki bəzi abituriyentlərimiz əzbərləməkdə çətinlik çəkirlər və qarışdırırlar. Dodaqlanmayan saitlərimiz A, E, Ə, I, İ. Qapalı saitlərimiz. Bu arada deyə bilərsiniz ki, müəllim yavaş danışır. Əgər yavaş danışdığımı düşünürsünüzsə 2x-ə ala bilərsiniz, o şəkildə dinləyə bilərsiniz. Amma mən sürətli danışsam, siz onu yavaşlada bilməyəsiniz. Mən hər bir şagirdi, abituriyenti düşünərəkdən o şəkildə bu videonu çəkmək qərarına gəlmişəm. Deməli, qapalı saitlərimiz isə I, İ, U, Ü. Açıq saitlərimiz isə A, E, Ə, O, Ö. Bunların hər birini qeyd elədim və siz də zəhmət olmasa öz qayda dəftərlərinizdə qeyd edin, öyrənin. Belə ki, bunları necə rahat yolla əzbərləyə bilərik. Baxın, biz neçə dənə saitimiz var dedik? 9 dənə saitimiz var. Və bu 9 saitlərdən 4-ü bir qrupa daxildir, 5-i bir qrupa daxildir. Qalın saitlərimizi, dodaqlanan və qapalı saitlərimizi əzbərləməklə biz incə dodaqlanmayan və açıq saitlərimizi də əzbərləmiş olacağıq. Bu necə mümkündür? Baxın, qalın saitlərimiz nələrdir? A, I, O, U. Sən bunları əzbərləməklə artıq, yəni bu qrupa nələr daxil oldu? 9 dənə sait idi. O 9 saitdən A, I, O, U-nu çıxanda geriyə qalan saitlərimiz avtomatik olaraq incə saitlərə keçmiş olur. Yəni E, Ə, İ, Ü, Ö incə saitlərdir. Dodaqlanan saitlər çox rahatdır, içlərində ən rahatdır. Dodağımızın vəziyyətini alır. Dodaq əgər qabağa gəlirsə, deməli onlar dodaqlanan saitlərdir. O, Ö, U, Ü. Dodağımdan da fikir versəniz, yəni dodaqları qabağa gəlir.
Sən bu saytları əzbərləməklə 9 saytdan deməli bu saytları çıxdın. Geriyə qalan saytlarımız isə dodaqlanmayan saytlardır. A, E, Ə, I, dodaqlanmayan. Qapalılar I, U, Ü. Bunu əzbərlədik. Geridə qalanlar A, E, Ə, O, Ö isə açıq saytlar olacaq. Gördüyünüz kimi əzbərləmək çox rahatdır. Bunu vurğulamaqda səbəbim hər abituriyentin bazası bir deyil. Ən aşağı səviyyəli abituriyenti nəzərə alaraqdan bu şəkildə yəni vurğulayıram. Əgər dediyim kimi bu hissələri bilirsinizsə 2x ala bilərsiniz. Bu da öz yerində. İndi isə saytların uzanmasından biraz bəhs edək. Saytların uzanması, yəni bir saytın digər saytlara nisbətən daha uzun tələffüz olunmasıdır və bu tələffüzü biz transkripsiya içərisində yazırıq. Ekranda da hal-hazırda görürsünüz. Transkripsiya içərisində yazırıq və uzanan saytdan sonra mütləq şəkildə qoşa nöqtə qoyulmalıdır. Yəni əgər qoşa nöqtə qoyulmasa, bu sözün düzgün tələffüz olunmadığını göstərir. Hətta o işarənin qoyulmaması sözün mənasını da dəyişə bilər. Bunu da indi birazdan vurğulayacağam. Belə ki, bütün saytlarımız uzanırmı bəs? Bu sual formalaşırsa beyninizdə, cavabı xeyr, uzanmır. Bunlar hansı saytlarımızdır? Bizim Ü saytı ilə I saytı uzanma əmələ gətirmir. Geridə qalan saytlarımız isə sözün istənilən hissəsində, ortasında, sonunda və yaxud da ki, əvvəlində belə deyək, uzanma yarada bilər. Bu da öz yerində. Amma Ü, istisna bir sözümüz var. Bilirsiniz ki, istisnalar da qaydanı pozmur. Bu söz üfüqi sözüdür ki, yəni bu istisna təşkil edir. Bu sözdə artıq Ü uzanır, amma yenə vurğulayıram, istisnalar qaydanı pozmur. Bu iki saytı unutmayaq. Yəni bunlar uzanma əmələ gətirmir. Aha, keçək indi isə uzanmanın mütləq şəkildə qeyd edilməsinə. Baxın, tətil sözü yazıram, tutaq ki. Tətil. Baxın, gördüyünüz kimi bu işarənin adı transkripsiyadır. Tətil sözü necə tələffüz olunacaq? Tətil şəklində tələffüz olunur. Yəni ə uzanır. Əgər mən burada qoşa nöqtəni qoymasam, bu onu göstərir ki, bu sözdə uzanma yoxdur və tələffüzü bu şəkildə olacaq. Tətil. Biz tətil deyirik, yoxsa tətil deyirik. Tətil deyəndə artıq bir məna ifadə etmir o söz. Və yaxud da deyirəm ki, məsələn, Nizami. Necə tələffüz olunacaq? A uzanır, mi. Mən Nizami deyirəm, yoxsa Nizami deyirəm. Yəni A mütləq şəkildə uzanmalıdır burada. O mən qoşa nöqtəni qoymasam məna itir avtomatik olaraq. Bu məqamlara diqqət yetirmək lazımdır. Və bayaq vurğuladım ki, qoşa nöqtənin qoyulmaması eyni zamanda məna dəyişikliyinə də səbəb ola bilər. Bunlara bir nəzər yetirək. Baxın, mən deyirəm ki, nərə sözü. Mən bu sözü həm ekranda gördüyünüz kimi nərə şəklində də tələffüz edə bilərəm, həm də nərə şəklində tələffüz edə bilərəm. Hər iki ifadə də düzgündür. Yəni düşünməyin ki, yanlışdır. Sadəcə burada uzanma fərq yaradıbdır, məna fərqi yaradıbdır. Mən nərə dediyimdə balıq növünü nəzərdə tuturam. Yəni nərə balığını yəqin ki, eşitmisiniz. Bir də deyirəm ki, nərə, yəni qışqırmaq mənasında, qışqırmaq. Koroğlunun nərəsi belə deyirlər, hətta bədi ədəbiyyatımızda. Daha sonra dava sözü. Mən bu sözü həm dava şəklində, həm də dava şəklində tələffüz edə bilərəm. Hər ikisi də dediyim kimi düzgündür. Uzatmadan tələffüz etdiyimdə bu dərman mənasını ifadə edir. Uzadaraq dediyimdə isə artıq bu döyüşmək mənasını ifadə edəcək. Məsələn, başqa deyirəm ki, əyan. Həm əyan şəklində, həm də əyan şəklində tələffüz olunacaq. Əyan dediyimdə açıq, aşkar mənasını ifadə edir. Əyan uzadaraq dediyimdə isə artıq zadəcan. Düz yazmadım, üzr istəyirəm. Zadəcan mənasını ifadə edəcək. Sonra bəzən sözü. Deyirəm bəzən, bir də deyirəm bəzən. Eyni ilə yenə hər biri düzgündür. Bəzən dediyimdə feil, bəzənmək mənasını ifadə edir. Amma bəzən dediyimdə əni uzatdığımda isə artıq bu ara bir mənasını ifadə edəcək. Yəni hər iki variant da düzgündür. Yəni buna aid yenə nümunələr çəkmək olar. Amma bununla kifayətlənirəm, düşünürəm ki, yetərlidir. Ona görə mütləq şəkildə tələffüzə diqqət yetirmək lazımdır. Qeyd edeyim ki, yəni abituriyentlərimdən çox eşidirəm bu sözü ki, necə mən müəyyənləşdirəcəm tələffüzü, düzgün tələffüzü. Daha çox bu rayonda yaşamış şagirdlərimdən eşitdiyim bir cümlədir. Onları da qınamıram. Çünki özlərindən şübhə yaranır ki, bəlkə mən ləhcə ilə deyirəm bu sözü, düzgün tələffüz eləmirəm. Bunun da səbəbi qaynağı nədən gəlir? Çox kitab oxumamaqdan gəlir. Çox kitab oxusanız bu problemi aradan qaldıra bilərsiniz. O cümlədən də çoxlu testlər işləməklə inşallah bunu üzərimizdə deməli çalışaraq düzəldəcəyik. Davam edək. Bildiyimiz kimi bəzi dəyişikliklər baş veribdir leksikamızda. Bunlar nə ilə əlaqəlidir? Sözlərin düzgün tələffüzü ilə əlaqəlidir. Ov, öv birləşmələrində biz adətən görmüşdük ki, v samiti düşəcək, o isə uzun tələffüz olunacaq və yaxud da ö uzun tələffüz olunacaq. Artıq bu belə deyil.
baxırıq. Məsələn, nümunə gətirək. Deyirəm ki, dovşan sözü necə tələffüz olunurdu əvvəllər? V düşürdü, dovşan şəklində deyirdik. Artıq bu tələffüz düzgün deyil. Bu məqama diqqət yetirmək lazımdır. Yazıldığı şəkildə tələffüz olunacaq. O cümlədən də məsələn dövlət deyirəm. Dövlət sözü necə dövlət şəklində deyirdik, amma artıq dövlət şəklində. Dovğa da o cümlədən buna nümunə ola bilər. Dovğa deyirəm. Yenə yazıldığı şəkildə tələffüz eləyəcəm. Daha sonra Novruz deyirəm. Novruz şəklində deyirdik. İndi artıq yazıldığı kimi yenə tələffüz olunur. Buna aid bir sıra nümunələr çəkə bilərik. Amma düşünürəm ki, bu qədər yetərlidir. Və unutmayın ki, yenə əslində bayaq vurğulamışdım. Yenə üstünə basa-basa vurğulayıram ki, uzanma heç bir fərq əmələ gətirmir. Bunu unutmayın, xahiş edirəm. Kəmiyyət fərqini də qeyd eləmişdim. İndi də vurğulayıram. Fonetika bölməsini işləyərkən ən çox qarşılaşacağımız məqamlardan biridir. İndi isə keçək nəyə? Qoşa saitli sözlərə. Yeni bir səhifə açaq. Qoşa saitli sözlər yazaq. Qoşa saitli sözlər. Baxın, adından da göründüyü kimi qoşa, yəni cüt sait. Yanaşı işlənərsə bu qoşa saitli sözlər olacaq və biz bu qoşa saitli sözləri iki yerə ayırırıq. Eyni cinsli qoşa saitlər və müxtəlif cinsli qoşa saitlər. Eyni cinsli qoşa saitlər dediyimizdə, yəni eyni hərflərin, eyni saitlərin təkrarıdır. Müxtəlif cinsli deyəndə də, yəni müxtəlif saitləri biz yanaşı şəkildə müşahidə edəcəyik. Məsələn, eyni cinsliyə nümunə deyirəm, maaş sözü. Gördüyünüz kimi burada nə var? 2 dənə eyni sait yanaşı işlənmişdir. Bu nədir? Eyni cinsli qoşa sait. Və yaxud da deyirəm ki, A ilə A-dan I müxtəlif cinsli saitlər olduğuna görə bunlara müxtəlif cinsli qoşa saitli sözlər deyilir. O cümlədən də yenə cəmaət sözünü nümunə gətirirəm. Eyni saitin təkrarı, təbii sözü, eyni sözün təkrarı. Sözün deyirəm, üzr istəyirəm, saitin təkrarı. Daha sonra bədi. Gördüyünüz kimi eyni səsin, eyni saitin təkrarıdır. Daha sonra bəraət. A-ə müxtəlif cinsli qoşa saitin təkrarı. Daha sonra riayət. İ ilə A yanaşı gəlibdir yenə. Dialoq. Gördüyünüz kimi müxtəlif cinsli saitləri biz artıq nə edirik? Müşahidə eləmiş olduq. Bunlar kəmiyyət fərqi əmələ gətirən sözlərdir. Baxın, maaş sözündə A-lardan biri düşəcək, digəri isə düşəcək deyirəm, amma yazıram. Bir dəqiqə silək. Aha, A-lardan biri düşür, digəri isə uzun tələffüz olunur. Daha sonra gördüyünüz kimi baxın, cəmaət sözündə A-lardan biri düşdü. Digəri isə yəni düşür, digəri uzanır. Təbii sözü, i uzanacaq. Bədii sözü, i uzanacaq. İlərdən biri düşürdü, səs düşmü baş veribdir. Deməli, kəmiyyət fərqi burada var. Baxırıq, yazılışda maaş sözündə 4 dənə hərf var, amma tələffüz zamanı mən 3 səsi müşahidə edirəm. Bədii sözündə 5 dənə hərf var, tələffüz zamanı mən 4 səsi müşahidə edirəm. Müxtəlif cinsliyə keçid eləyək. Ailə sözü. Necə tələffüz olunur? Ailə şəklində. Araya y daxil olur, yəni səs artımı baş verir, kəmiyyət fərqi yaratdı. Amma kəmiyyət fərqi yaratmayan müxtəlif cinsli qoşa sözlərimiz də var. Daha doğrusu, belə deyək, saitlərimizdə nəzər yetirək. Bəraət sözü. Necə yazılır? O şəkildə də. Bəraət. Bunu vurğulamağımın səbəbi nədir? Çünki eyni cinslidə adətən səs düşmü baş verir. Çünki 2 dənə sait yanaşı gəlir, biri düşür, digəri uzanır və kəmiyyət fərqi yaradır. Amma müxtəlif cinslidə həm kəmiyyət fərqi yaradan da var, yaratmayan da var, yazıldığı kimi yəni tələffüz olunan və yaxud da səs artımı baş verən. Yəni belə məqamlar olduğuna görə bunu xüsusilə vurğulamaq istədim. Daha sonra məsələn dialoq sözünə baxaq. Dialoq sözünü necə tələffüz edirik? Dialoq şəklində tələffüz edirik. Səs artımı baş verdi. Amma bəraət sözündə, riayət sözündə heç bir səs artımı baş vermir. Yəni yazıldığı kimi tələffüz olunur. Hətta səs düşümü belə baş verə bilər. Məsələn, deyirəm ki, xala, oğlu. Bu şəkildə yazılır. Necə tələffüz olunacaq? Xal, oğlu şəklində tələffüz olunacaq. Xala sözündəki A düşəcək. Əmi, oğlu. Gördüyünüz kimi, nədir? Müxtəlif cinsli qoşa saitdir. İ ilə o yanaşı gəlibdir. Amma sözün kökündəki əmi sözündəki, belə deyək, i düşəcək. Necə tələffüz olunacaq? Əmoğlu şəklində və yaxud da ki, bacıoğlu şəklində. Yəni, indi hər birini qeyd eləmirəm. Mövzumuz bu qədər idi. Əgər başa düşmədiyiniz məqamlar varsa, mütləq şəkildə onu şərhlər bölməsində qeyd edin. Mən də əmin olun ki, cavablandıracağam hər bir məqamın nüansı. İstəmirəm ki, sizdə qaranlıq bir məqamlar qalsın. Bundan sonraki videomuz isə samitlər olacaq. Hər birini hissələrə ayıraraq başa salıram ki, yəni daha yaxşı şəkildə qavraya biləsiniz. Mən sizə 1 saatlıq bir video çəkib bütün fonetika bölməsinin izahını verə bilərdim, amma bu yola baş vurmaq istəmədim. Çünki 1 saatlıq videonun sonuna gəlib çatınca başı yaddan çıxır istər-istəməz. Gərək bir də dönəsən, bir də baxasan, vaxt itkisidir fikrimcə. Yəni çalışıram ki, sizin kimi fikirləşim, sizin kimi məsələyə yanaşım və sizin rahatlığınızı düşünüm. Ona görə saitlər bölməsini buradaca yekunlaşdırıram, yəni fonetika bölməsini yekunlaşdırıram. Bundan sonraki mövzumuz isə samitlər olacaq.
Digər videoda görüşmək üzrə ekranda yazılan nömrəyə yazaraq əlaqə saxlaya bilərsiniz. Ödənişsiz dərslərimizdən yararlana bilərsiniz. Bu ödənişsiz dərslərin yaradılmasının səbəbi isə dediyim kimi kanalımızın yeni fəaliyyətə başlamasıdır. Ümid edirəm ki, hər birimiz üçün bu yol uğurlu olar. Əgər dərs videomuz sizin üçün faydalı oldusa, bəyənərək və abunə olaraq, o cümlədən də şərhlər bölməsinə öz fikirlərinizi yazaraq dəstək ola bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm.